Burada bizə x müsbət 2 ionun elektron sayını, neytron sayını verib, həm də y mənfi 2-nin. Burada ionların əmələ gətirdiyi birləşmənin molyar kütləsi 40 qram mölsün litr. 40 qram mol olarsa y atomun neytron sayını tapın deyir bizə. Burada təbii ki, birləşmənin formu x, y olacaq. Çünki müsbət 2, mənfi 2, 2-lər ixtisar getdi. Burada biz x müsbət 2-nin elektron sayı n-dirsə, bunun protonu n üstəgəl 2 olacaq. Neytronu n üstəgəl 2 verib bizə. Burada da kütlə olacaq 2n üstəgəl 4. Burada bunun emerini yazdım. Gəldik y-a. Y maddəmizdə bizim elektron sayı n-dir və mənfi 2-dir. Buradan bunun proton sayı n çıxılsın 2 olacaq. Neytronu da n çıxılsın 2 verilib. Buradan da 2n çıx 4 olacaq. Deməli, burada da kütlə, yəni bunun da emeri olacaq 2n çıxılsın 4. Bunlar ikisinin cəmi, ayirlərin cəmi 4n bərabərdir 40, n də bərabərdir 10. Deməli, hər ikisində 10 da elektron var. Bizdən nə soruşur? Y atomun neytron sayını. Y-ın neytronu n çıx 2-dir. Mən n-i 10 tapmışam. Ondan da 2 çıxanda 8 eləyəcək. Cavabımız 8 A variantı.